Bismillahirrahmanirrahim və bihi nəstə'in. İmam Sadiq əleyhissalam buyurur ki, la yekunul abdu mu'minan hatta takuna fihi thalathu xisal. Buyurur ki, mümin hesab olunmaz məgərin ki, onda üç xüsusiyyət ola. Yəni bir mümində, bir Allah bəndəsində üç xüsusiyyət olmasa ona mümin deməzlər. Buyurur ki, bu üç xüsusiyyət budur ki, sünnətü min Rabbih və sünnətü min Nəbiyyih və sünnətü min Vəliyyih. Buyurur ki, bir mümində gərək həm Allahdan bir sünnət, bir xüsusiyyət olsun. Bir Allah bəndəsinin həmçinin Peyğəmbərdən bir sünnə, bir əxlaqi dəyər olmuş olsun. Və bir Allah bəndəsində imamdan onda bir xüsusiyyət, bir sünnə olmuş olsun. Hədisin davamında buyurur ki, فَأَمَّا السُنَّةِ مِنْ رَبِّهِ فَكِتْمَانُ السِّرِّ. Bu ki, Allah mütealdan bir sifət olmalıdır bir mümində. O da bundan ibarətdir ki, sirri aşkara çıxarmamalıq, sirri gizlətməklik. Buyurur ki, necə ki, Allah müteal sirləri gizləyəndir, Allah evlərin, nöqsanların üstünü örtəndir, Allah bizim abırımızı, heysiyyətimizin açmır digərlərin qarşısında, Allah ki, bizim sirrimizin üstünü örtür. Buyurur ki, Allah bəndəsində bir mümində də bu xüsusiyyət olmalıdır ki, Allahdan ki, bir insan da başqa bir insanın abırın, heysiyyətin digərlərin yanında açmıyor. Və əmməs sünnətü min nəbiyyih fəmudaratun nəs. Peyğəmbərdən də bir xüsusiyyət olmalıdır bir mümində. O da budur ki, insanlarla gözəl davranmalıq. Peyğəmbərimiz, Əziz İslam Peyğəmbərimiz öz missiyasını həyata keçirməkdən ötəri Peyğəmbərimizin başına küldə tökdülər, Peyğəmbərimizin başına zibil tökdülər, Peyğəmbərimizin dişini sındırdılar, Peyğəmbərə sehirbaz dedilər. Buna baxmayaraq Peyğəmbərimiz öz əxlaqı ilə, fərdi ictimai həyatında öz əxlaqı ilə, davranmalıqla insanları özünə cəlb elədi. Buyurur ki, hər biri mümində Peyğəmbərdən bu xüsusiyyət olmalıdır ki, cəmiyyət içində, fərdi ictimai həyatında insanlarla əxlaqla davranmalıdır. Və əmməs sünnəti min vəliyyih. Bu ki, imamdan, məsum imamdan bir mümində xüsusiyyət, bir xislət olmalıdır, bir sünnə olmalıdır. O da budur ki, fəsbir fil bəsəi və zərrai. O da budur ki, bütün çətinliklər və müsibət qarşısında səbir olmaqdan ibarətdir. Yəni, məsum imamlarından olan xüsusiyyət mümində bu olmalıdır ki, belə ki, 14 məsum, 12 imamın başına gələn müsibətlər, çətinliklər, onların şəhadətləri, onların zindan əzabı, onların maddi, iqtisadi blokada olmaq və s. və ilə axır ki, bunlar bu qədər zəhmət çəkdilər, bunun müqavilə çətinlik üz verdi.